Salam dostlar, bugün sizinlə yeni bir mövzu barədə istədim həm söhbət olaq. Məsələ nədən ibarətdir? Elə 2 gün öncə də biz qeyd elədik təmtəraqla Zəfər bayramı keçirdik və Zəfər paradını keçirdik. Bizdə çox vaxt belə tarixi hadisələrə, önəmli məsələlərə həmişə səthi yanaşırıq. Yəni tarix gəldi, o tarixi qeyd elədik və tarixi qeyd eləyəndən sonra da üstündən keçirik gedir. Amma heç vaxt onun mahiyyətinə, nə bilim, fəlsəfi, sosioloji tərəflərinə varmırıq. Bu tarix niyə qeyd edildi? Bu tarix niyə vacibdir? Bax, bu özlüyündə ortaya çox ciddi nüansları çıxardan və həmin o önəmli tarixlərin niyə və nə dərəcədə vacib olduğunu əyani şəkildə bizə təqdim edən məsələlərdir ki, əslində biz onları daha dərin incələməliyik, daha dərin araşdırmalıyıq ki, 5 il əvvəl bir qələbə qazandıq. Üstündən 5 il keçib, amma biz hələ də onu təmtəraqla qeyd edirik və onu dövlət əhəmiyyətli günlərdən birinə çevirmişik və xalqın müqəddəratını həll edən bir gün kimi bəhs edirik ondan. Bura qədərini hər kəs eşidir, bilir, görür və yaxud da özü özlüyündə bunun fərqindədir. Amma bəs niyə vacibdir? Niyə bu qədər önəm kəsb edir həmən bu tarix? Elə bugünkü nümunəmiz məsələn olsun Zəfər günü ilə bağlı. Niyə Zəfər günü bu qədər önəmlidir? Avropa sosioloqları, filosoflarını izləyəndə, oxuyanda məsələn Paul Conneton var. Paul Conneton deyirdi ki, zəfər xalqı birləşdirir. Nə bilim, xalqda ruh düşkünlüyü yaranıbsa əgər, bu ya məğlubiyyətdən yaranıb, ya nə bilim, iqtisadi, siyasi digər səbəblərdən yaranır, amma bir zəfər bəs eləyir ki, bu nə bilim 10 illiklər ərzində, bəlkə də 100 illiklər ərzində formalaşan həmin bu ruh düşkünlüyünü sən bir zəfərlə aradan qaldırasan. İndi bax, Qarabağ zəfəri də bu nöqtədə çox faydalı bir örnəkdir. Nəyə görə? 30 il əvvəl biz 1-ci Qarabağ müharibəsində məğlubiyyətlə üzləşmişdik, təəssüflər olsun ki, və istər-istəməz bu 2020-ci ilə qədərki dövrdə hər kəs yəqin ki, fərqində idi. Bizim toplumsal ruhumuzda bir yara kimi qalmışdı və bizi incidən bir məsələ kimi həmişə özünü biruzə verirdi. Uşaqdan tutmuş böyüyümüzə qədər qadın-kişi fərqi bilmədən, dini, irqi, irsi ayrı seçkilik etmədən və ya fərqlər ortaya çıxmadan hamını bu narahat eləyirdi təbii. Çünki bir məğlubiyyət var idi, torpaqlar işğal altında idi və bunun necəsə düzəltmək lazım idi. Bax, o zamana qədər də, yəni 2020-ci il tarixinə qədər də biz gördük ki, xalqın daxilində bu bir problem kimi, bu bir ruh düşkünlüyü kimi deyə, bir həllini gözləyən məsələ kimi deyə qaldı. Məhz o gün ki gəldi, biz torpaqları işğaldan azad etdik və İkinci Qarabağ müharibəsində layiqli qələbə qazandıq. Bax, ondan sonra fikir verdinizsə, xalqın özünə inamı da qayıtmışdı. Hətta milli birlik dediyimiz anlayış ki var, həmin o 44 gün davam edən müharibənin gedişatında tam mənada təşəkkül tapmağa başladı. Belə dostlar, bugün məhz zəfər, burada tək söhbət Azərbaycandan getmir. Dünyada nə qədər dövlət var, nə qədər xalq var, nə qədər millət var, bunun hamısına aiddir bu. Zəfər niyə önəmlidir? Yəni biz bunu sadəcə tarixi gün kimi qeyd eləməklə qalmırıq. İndi onun bir də digər önəmli nüanslarına, pərdə arxasına, sosioloji, fəlsəfi arxa fonuna enməyə çalışacağıq. Mən indi bəzi qeydlər etmişdim burada. Elə başlayaq, məsələn, birinci faktordan 4 faktor kimi qruplaşdırıram. Təbii ki, bu fərdidir. Yəni, mənə görə
4 faktor əsasdırsa, başqa birisi bunu araşdırar və bu fərqlər 5-ə çıxa bilər, 6-ya çıxa bilər və yaxud azalar 1-ə, 2-yə, 3-ə düşər. Amma mən ümumilikdə 4 aspektdə bunu dəyərləndirdim. Birincisi nədir? Siyasi aspektlər. Siyasi aspektlərin özündə də ümumi araşdırmanın nəticəsində yəqin etdiyim, qənaətə gəldiyim 3 xüsusi nüans var. Birincisi nədir? Müstəqillik və suverenliyin qorunmasıdır. Bax, qələbə, zəfər siyasi aspektdən birinci növbədə nə ilə nəticələnir? Bir dövlət öz müstəqilliyini və suverenliyini qoruyur. Yəni Qarabağ zəfərini yenə örnək verəsi olsaq və yaxud Ukrayna müharibəsi ki davam edir, orada Ukrayna xalqı qəhrəmanlıqla işğala qarşı, işğalçılara qarşı mübarizə aparmaqdadırlar. Bax, indi onlar zəfər qazanmayıblar, hələ inşallah ki qazanarlar. Amma Azərbaycan faktiki bir zəfər əldə etdi və bu zəfərin sonunda biz müstəqilliyimiz onsuz da vardı, amma suverenliyimizi tam mənada bərpa edə bildik. Yəni zəfərin birinci önəmli cəhətlərindən olan siyasi aspektdən yanaşanda məsələyə, onun da ən önəmli tərəfi bir dövlətin müstəqilliyini və suverenliyini qarantiya altına almasıdır. Çünki niyə bu görə burada müstəqillik məsələsi də mən daxil edirəm? Məsələyə sadəcə Azərbaycan nöqtəsindən yanaşmadığımız üçün. Çünki Ukraynadakı müharibə artıq suverenlikdən ziyadə müstəqilliyin qorunması uğrunda olan bir müharibədir. Bax, ola bilər ki, suverenliyi sən qoruya bilmərsən, amma müstəqilliyi qorumaq məsələsi də burada başqa bir önəmli nüans kimi ortaya çıxmalıdır. Yəni, sən döyüş sonrası zəfər əldə edirsənsə, ən başlıcası müstəqilliyini və bacarırsansa da suverenliyini qoruyursan. Azərbaycan bunu 44 günlük müharibədə bacardı. İkinci önəmli məsələ beynəlxalq nüfuz məsələsidir. Qələbə əldə etmiş dövlət nə qədər kiçik dövlət olsa da, ikinci, üçüncü dərəcəli dünya dövlətlərindən sayılsa da, qələbə əldə edibsə o nüfuz qazanır. Böyük dövlətlər, kiçik dövlətlər, orta güclü dövlətlər fərqi yoxdur. Bunların hamısının yanında qələbə əldə etmiş bir dövlət, onun rəsmiləri, onun prezidenti, baş naziri, deputatları hansı beynəlxalq arenaya çıxırlarsa, beynəlxalq görüşlərə, konfranslara qatılırlarsa, onlar orada istər-istəməz bir nüfuz sahibi kimi davrana bilirlər. Şəxslərlə bitmir, dövlətin özü də beynəlxalq arenada nüfuzunu artırmış olur. Bu bir növdə biz bura o yanaşmadan yanaşmalıyıq ki, güclüsənsə haqlısan. Bənzəridir. Güclüsənsə, qalibsənsə nüfuzun var. Və bu səbəb verir həmin dövlətin belə deyək də diplomatik münasibətlərdə, dövlətlər arası münasibətlərdə mövqeyinin güclənməsinə və daha güclü mövqedən çıxış etməsinə. Bu siyasi aspektlər məsələsində üçüncü önəmli nöqtə siyasi birliyin və legitimliyin təmin edilməsidir. Xüsusilə yeni qurulan dövlətlərdə biz bu problemlərlə qarşılaşırıq. Bax, eyni problem bizdə də yaşanmışdı da. Azərbaycan dövləti müstəqilliyini yeni qazanan illərdə məğlubiyyətlə üzləşdi və bu siyasi cəhətdən də o siyasi legitimlik məsələsini və siyasi birlik məsələsini də təhdid altına qoymuşdu. 90-cı illərdə biz məğlubiyyətlər yaşadıkça bunun paralelində də nələrə qapı açılırdı? Ölkə daxilində siyasi birlik pozulurdu, hakimiyyətlərin legitimliyi məsələsi sual altına düşürdü, vaxtaşırı daxildə müəyyən çaxnaşmalar yaranırdı. Amma 2020-ci ilə baxın, biz zəfər əldə edəndən sonra siyasi cəhətdən birlik daha da gücləndi. Eyni zamanda hakimiyyətin legitimliyi məsələsi və dövlətin özünün legitimliyi məsələsi də artıq müzakirə mövzusu olmaqdan çıxdı. Düzdür, əvvəl də çıxmışdı, amma sırf Qarabağ ərazilərinin, Qarabağın ermənilərdə mi qalması, Azərbaycanda mı qalması məsələsi o legitimlik, yəni ora üzərində legitim haqq, hüquq məsələsini bir növ sual altında saxlayır. Amma zəfərdən sonra biz artıq şükürlər olsun ki, bu nöqtədə də öz legitim
haqlarımızı, hüquqlarımızı həyata keçirmiş, qəbul etdirmiş olduq. Belə dostlar, siyasi aspektlərə müəyyən qədər nəzər salmış olduq. İndi ikinci önəmli aspektdə hərbi cəhətə yanaşmaq istərdim. Hərbi cəhətdə isə mən belə qənaətə gəldim ki, sadəcə iki önəmli biz məsələyə burada toxuna bilərik. Birincisi cəsarət faktorudur. Yəni zəfər qazanan tərəf, onun hərbi strukturları, yəni dövlət olaraq həmin o zəfər əldə etmiş dövlət bundan sonraki addımlarında daha güclü, daha cəsarətli mövqe tuta bilir və o bir növdə həmin o əvvəlki zəfərin verdiyi özgüvənlə, həmin zəfərin verdiyi qələbə hissi ilə, qalibiyyətlik duyğusu ilə dünya siyasətində rəqiblərə qarşı, düşmənlərə qarşı çıxışlarda mı desək, onlara qarşı atılan addımlarda mı desək, daha cəsarətli davrana bilirlər. Yəni bir növdə özgüvənin geri qayıtması məsələsi reallaşır deyə zəfərdən sonra həmin tərəf, yəni qələbəni əldə edən dövlət bundan sonra artıq digər prinsipial mövzularda da hərbi cəhətdən daha cəsarətli olurlar. Burada ikinci punkt isə hərbi əhval-ruhiyyəni artırır. Bu elə birinci punktun da davamı kimi bunu başa düşə bilərik. Hərbi özünə inam yaranır burada. Əhval-ruhiyyə artır. Yəni bayaqki siyasi aspektlərdə danışmışdıq əhval-ruhiyyə məsələsi. Bu hərbi məsələlərdə də keçərli bir məsələ kimi bizim qarşımıza çıxır. Yəni qələbə qazanmış tərəf bir sonrakı müharibə olarsa və ya bir müharibə ehtimalı yaşanan bir məsələ varsa, problem varsa, burada daha ruh yüksəkliyi ilə çıxış eləyir və təbii ki, bu da qarşı tərəflərdə müəyyən mənada həmin tərəfə qarşı biraz çəkindirici ola bilir. Çünki ruh yüksəkliyi olan ordusu, ruh yüksəkliyi içində olan bir dövlətə qarşı mübarizə aparmaq əlindən nə qədər texniki imkanların geniş olsa da çətin olur. Düzdür, ruh yüksəkliyini yaradan iqtisadi faktorlar da var. Çünki bugün bu xalqın mı desək, əskərlərin mi desək, canlı qüvvənin mi desək, mübarizə əzmini formalaşdıran bir neçə önəmli faktorlar var ki, bunlardan biri siyasi səbəblərdirsə bu çox azdır. İkincisi əhval-ruhiyyə məsələsidir. Əhval-ruhiyyə də nə zaman formalaşır? O həmin xalq və ya canlı qüvvə baxır ki, əllərində ciddi hərbi texniki imkanlar var, onlara rəhbərlik edənlər yaxşı strategdirlər, yaxşı döyüş təcrübələri var və xalq özü də iqtisadi rifahı bol olduğu zaman bir növ daha ruhsal baxımdan daha hazırlıqlı olur. Özünü müdafiəyə də, vətəni müdafiəyə də, xalqı, milləti, dövləti müdafiəyə də daha istəkli olur. Üçüncü aspektdə gəldikdə isə elə iqtisadiyyatdan söz düşmüşkən, burada məsələn, iqtisadi tərəflərinə də biz toxuna bilərik. Zəfər iqtisadi baxımdan niyə əhəmiyyətlidir? Burada da üç xüsusi nüans var. Onlardan birincisi resursların təhlükəsizliyi məsələsidir. Yəni, qələbə əldə edən tərəf öz resurslarını bir növ təhlükələrdən sığortalamış olur. Yəni, bunu örnəklə belə izah edək. 30 ildir işğalda qalan Qarabağın çox önəmli resursları var idi. İstər kənd təsərrüfatı baxımından, istər mədənçilik baxımından, istər təbii sərvətlər baxımından və ya məsələn elə Kəlbəcərdəki qızıl yataqlarının istismarı məsələsindən 30 il idi ki, Azərbaycan belə ciddi bir qızıl yataqlarını itirmişdi. Və o resursları hansısa Qərb Rus şirkətləri ermənilərlə əl-ələ verib birgə talan edirdilər və Azərbaycan belə ciddi qazancdan məhrum olmuşdu. Bax, indi zəfərdən sonra nə baş verdi? Kəlbəcər bizə qayıtdı, Qarabağ tamlıqla bizə qayıtdı və orada elə qızıldan tutmuş, digər o təbii sərvətlərdən tutmuş,
kənd təsərrüfatı baxımından faydalı sayılacaq resurslar olsun. Bax, bunların hamısı Azərbaycana geri qayıtdı. Digər tərəfdən yenə Qarabağdan örnək gətirək. Qarabağ çox önəmli bir tranzit mərkəzə çevrilə bilərdi. Elə işğalın bitməsindən sonra Zəngəzur koridoru məsələsinin ortaya çıxması və orta dəhlizin ən önəmli halqasını formalaşdıracaq həmin bu koridorun fəaliyyətə başlaması məsələsi gündəmə gətirilməyə başlandı və onun ətrafında çox ciddi müzakirələr baş verdi. Bax, bu nə idi? Zəfərdən sonra Azərbaycan həm də strateji tranzit layihələri reallaşdırmaq imkanı əldə etdi. Çünki o yolları qoruya bildi, geri ala bildi və özünün olan imkanları yenidən özünə qaytara bildi. İkinci məsələ isə burada müharibədən sonrakı iqtisadi inkişaf məsələsidir. Bunu belə izah eləyək də, deməli, müharibə müddətində və ya bir problem varsa və dövlətlər həmin problemi həll etmək üçün hərbi qüdrətini davamlı yeniləməyə, artırmağa məcbur qalırlarsa, bu iqtisadiyyatdan ciddi məbləğlərin ayrılması ilə nəticələnir. Yəni Azərbaycan bu günə qədər bəlkə də sosial xərclərlə, təhsil xərcləri ilə eyni səviyyədə və ya onlardan biraz az hərbi xərclərə vəsait ayrıldı. Bu da milyardlarla dollar pulun daha belə deyək də dövlətin, xalqın gələcəyi üçün faydalar verə biləcək məsələlərə ayrılmasını əngəlləyirdi və sən sırf bu xərcləri təhlükəsizlik məsələsinə yönəldirdin. Zəfər nə deməkdir? Zəfər artıq sənin müharibədə qalib gəlməyin anlamına gəlir və problemin bitməsi anlamına gəlir. Bundan sonra sən həmin o hərbi imkanlara ayırdığın valyutanı bir növdə təhsilə, digər iqtisadi resurslara, nə bilim, yeni fabriklərin, zavodların açılmasına və s. yönləndirə bilərsən ki, bu da iqtisadi baxımdan faydalılıq gətirə bilər. Üstəgəl, müharibə şəraitində yaşayan dövlətlərə heç kim yatırım etmək istəməz. Ən güclü dövlətlər də, ən güclü iqtisadiyyatlar da, ən güclü transmilli korporasiyalar da, özəl şirkətlər də heç kim müharibə vəziyyətində olan ölkəyə milyardlarını yatırmaqda o qədər də maraqlı deyil. Çünki onlar düşünürlər ki, sabah həmin o iqtisadi zona müharibə vəziyyətində sırf qarşı tərəf üstünlük əldə etsin deyə vurula bilər, bombalana bilər. Bu da onların yatırdığı milyardlarla dolların itməsi anlamına gəlir. Düzdür, dövlətlər bunu sığortalamaq öhdəliyini bəzən üzərinə götürürlər, amma bu özü də bir riskdir. Həmin dövlət müharibə ərzində bütün resurslarını istifadə eləyərsə nə olacaq? Sonra hansı məvaciblə və saitlə bunu kompensasiya eləyəcək? Bax, zəfər və zəfərlə gələn müharibənin sonu, problemin sonu bu cəhətdən də ölkəni yatırımlara açıq hala gətirə bilər, istehsal arta bilər, ticarət arta bilər, çoxşaxəli əlaqələr qurula bilər və s. Üçüncü burada məsələ, bu düzdür, bugünün reallıqlarından müəyyən qədər də uyğun deyil, yəni bəzən uyğun olur, bəzən uyğun olmur, amma tarixən bu çox keçərli bir faktor idi. Qənimətlər məsələsi. Bu iqtisadi məsələ, iqtisadi aspektdə qənimətlər niyə önəmlidir? Tarixən bütün tərəflər, istər bizim milli dövlətlərimiz, istər Avropalıların, Rusların, Çinlilərin, hər kəs orta əsrlərdə nə edirdilər? Qalib gələn tərəf, məğlub etdiyi tərəfin qızıllarını, digər sərvətlərini, nə bilim, filiz yataqlarını, gümüşlərini, almazlarını və s. müsadirə eləyirdi. Ələ keçirdikləri ərazilərdə öz iqtisadi vergi sistemlərini tətbiq edirdilər, hər şeyi özəlləşdirirdilər, özəllərini alırdılar və s. və ilə axır. Bu da həmin dövlətə əlavə iqtisadi dividendlər gətirirdi. Düzdür, Azərbaycan, məsələn, bu Qarabağ məsələsində heç biz belə davranmadıq və davranacağımız bir məsələ də yox idi. Çünki Qarabağ onsuz da bizim idi. Orada olan bütün faydalı yataqlar, zənginliklər hamısı onsuz da bizim idi. Amma məsələn Ukrayna bugün
ən çox nəyin mübarizəsini aparır? Rusiya işğalı nəticəsində onun olan faydalı qazıntılar, nə bilim, oradakı nadir metallarla dolu ərazilər keçib rusların əlinə. İndi onları geri qaytarmağa çalışırlar, çünki başa düşürlər ki, zəfərdən sonra Rusiya onları qənimət kimi istifadə eləyəcək və müharibə zamanı xərclədiklərinin bəlkə də çox böyük qarşılığını götürəcəklər. Bax, bu da əgər Rusiya zəfər əldə eləyəcəksə, müharibə bu şəraitdə bitəcəksə, yəni Rusiyanın zəfər qazandığı bir şəraitdə, reallıqda bitəcəksə, onda Rusiya ələ keçirdiyi torpaqlardakı həmin o mineral ehtiyatları, faydalı qazıntıları, eyni zamanda digər sərvət gətirən nələr varsa hamısını işlədəcək və oradan da küllü miqdarda qazanclar əldə edəcək. Dostlar, dördüncü məsələ, dördüncü aspekt isə sosial və mədəni təsirləri məsələsidir. Burada da 3 xüsusi nöqtədə mən dayanmaq istərdim. Birincisi nədən ibarətdir? Milli birlik və milli qürur. Qarabağın işğalda qalması bir milli qürur məsələsinə çevrilmişdi. Azərbaycan xalqı heç bir halda işğalla, bizə verilən o zülmlərin cavabsız qalması ilə və torpaqlarımızın hansısa ermənidə qalması ilə razılaşa bilmirdi, bilməyəcəkdi də. 30 il keçməsinə baxmayaraq, üstündən 30 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqı davamlı bu milli qürur məsələsini özü üçün gündəmdə saxlayırdı və dövlət siyasətində də bu özünü biruzə verirdi. İstər 90-cı illərdəki hakimiyyətlər, istər 2003-cü ildən sonra İlham Əliyev hakimiyyəti, hamısı bir ağızla nə deyirdi? Qarabağ bizimdir, heç bir halda Azərbaycan dövləti, Azərbaycan xalqı öz torpaqlarını kiməsə peşkəş çəkməyəcək və geri alacaq. Çünki bu bir milli qürur məsələsi idi. Zəfər isə zəfər qazanmaq. Sən zəfər qazanmayana qədər milli qürurunu qoruya bilmirsən, bərpa eləyə bilmirsən. Zəfər qazanmaq isə o deməkdir ki, sən öz milli qürurunu geri qaytarırsan. Sən düşməninə, rəqibinə layiq olan cavabı elə layiqincə də verə bilirsən. Və milli birlik məsələsi zəfər həm də o müharibənin getdiyi bəlli bir dönəm olur da, 1 ay, 2 ay, 1 il, nə bilim, Qarabağdakı kimi 44 gün. Bax, o müddət ərzində xalq iç-içə olur. Xalqın bütün təbəqələri, narazılar da, razılar da, məmurlar da, sıradan vətəndaşlar da, qocalar da, yaşlılar da, qadınlar da, kişilər də, heç bir fərqi yoxdur. Hər kəs bir nəfər kimi sadəcə bir məsələyə odaqlanır. İçəridə bir-biri ilə düşmən olanlar belə öz düşmənliklərini ya bitirirlər, ya da müvəqqəti dondururlar ki, bizim indi bir məsələmiz var. Bax, bu da birliyi formalaşdırır. Bu nöqtədə də, bu sosial cəhətdən də zəfər əslində xalqın birliyini formalaşdıran bir amilə çevrilir. Təkcə bununla da bitmir. Müharibə bitdi, birlik pozulmur. Zəfər qazanılırsa birlik pozulmur. Zəfər qazanılırsa bu birlik qorunur. Niyə? Çünki bir növdə bir vərdiş və ya sosial yaddaşa çevrilir bu insanlarda. Məğlub olanda pərakəndəliklər, bölünmələr yaşana bilər. Çünki bir qrup o birisini günahlandıracaq, o birisi digərini, digəri başqa birini və beləcə bir parçalanma yaşanacaq. Amma zəfər əldə ediləndə nə olur? Zəfər əldə etmirsən də kimi günahlandıracaqsan. Yəni niyə günahlandırasan ümumiyyətlə? Bu sosial mədəni aspektlərdə ikinci önəmli nöqtə mədəni yaddaşın formalaşması məsələsidir. Əslində buna bir növdə bayaq toxunduq. Zəfər insanların yaddaşını formalaşdırır. Məsələn, yazılan şeirlər, oxunan nəğmələr. Bugün biz hələ də Xudayar təsnifatını restoranlarda, kafelərdə, şadlıq saraylarında, yəni el adət ənənələrində, toylarda səslənən görürük. Vətənlə bağlı nə qədər mahnıların səsləndiyini görürük, nə qədər yeni şeirlər yazıldı. Bunlar hamısı milli yaddaşı formalaşdıran məsələlərdir ki, 100 il, 200 il sonra bu tarixi açıb kimsə vərəqləyəndə, bax, onlar bir folklor nümunəsi kimi, bir yazılı tarixi yaddaş kimi onların qabağına çıxacaq. Dostlar, sonuncu, yəni sosial mədəni aspektlərdə sonuncu, üçüncü önəmli punkt isə mənəvi motivasiyadır.
Mənəvi motivasiya mənə elə gəlir ki, burada ən önəmli aspektlərdən biri kimi baxmalıyıq biz bu məsələyə. Belə düşünək də, nə bilim, işdən çıxırıq, nə bilim, həyatımızda nəsə yolunda getmir. Bunu fərdi bir örnək kimi verirəm, təbii hər kəsə aydın olsun deyə. Ya da başqa bir problem yaşayırıq, nə olur? Onda ümidsizliyə qapılırıq, tükənmişlik sindromu yaşayırıq və özümüzə inamımız da müəyyən dərəcədə zədələnmiş olur. Bax, bunu bir də xalq kimi, ümumi xalq kimi, dövlət kimi biz analogiya quraq. Bir dövlət düşünün, müharibə vəziyyətindədir, ya aktiv müharibə gedir, ya da müharibə getmir, amma yəni hansısa bir dövlətlə sən müharibə şəraitində yaşayırsan və sənin torpaqların işğal olunur. Ərazilərinin 20% hissəsi kiminsə əlində əsir qalır. İnsanların incidilir, vətəndaşlarının böyük bir hissəsi elindən, obasından didərgin salınmış olur. Bu, təbii ki, həmin xalqda, həmin dövlətdə çox ciddi ümidsizlik yaradan bir faktora çevrilir. Gələcəklə bağlı ciddi suallar yaranır həmin xalqda, həmin dövlətdə. Bu da təbii ki, travmaları atlada bilmədiyin zaman çox ciddi yaralar, izlər buraxır həmin dövlətin, millətin gələcəyində, tarixində. Zəfər isə, zəfər qazanılanda isə həmin dövlət o ümidsizliyi aradan qaldırır. Yeni ümidlər doğur onun üçün, yeni üfüqlər açılır onun üçün. İstər dünyəvi məsələlərdə, istər daxili məsələlərdə həmin xalq, həmin millət, həmin dövlət daha aydın olur, daha inamlı olur, daha gələcəyə fokuslu addımlar atır. Bu inkişafa da qapı aça bilər. İndi Qarabağ müharibəsindən sonra bizdə xalq olaraq bunlar yarandı. Qarabağda yenidən qurma işlərinin başa çatmağını gözləyirik. Hər kəs, bütün Azərbaycan təbəqələri, yəni nə bilim, yeniyetmələri, körpələri, tələbələri, iş adamları, sıravi adamlar və s. və ilə axır. 7-dən 77-yə hər kəs Qarabağdakı həmin bu işlərin bitməyini gözləyir. Çünki insanların üfüqündə bu zəfər yeni ümidlər doğub. Hər kəs gələcəyə yeni ümidlərlə baxır. Yeni istər iqtisadi mənada, istər siyasi, hərbi mənada yeni çağırışlardan baxır. Bax, zəfər tam mənası ilə budur. Ona görə də üstündən 5 il keçsə də, sabah 15 il keçsə də, 20 il keçsə də, həmin bu tarix sırf 8 noyabr qələbə bayramıdır, zəfər günüdür deyə qeyd edilmir. Bax, bu sosial fəlsəfi amillərə görə sevilir, yaddaşlarda qalır və insanlar bunu məmnuniyyətlə qeyd edir. Çünki o tarix onlara bir gün gələcəyə doğan ümidlərini xatırladır. Çünki həmin tarix insanlara biz daha güclü ola bilərik, biz daha dayanıqlı iqtisadiyyat qura bilərik, biz sosial mənada daha mədəni ola bilərik, daha güclü birlik qura bilərik, hamımız bir yumruq kimi birləşə bilərik mesajını xatırladır. Bax, zəfərin də önəmi dövlət üçün, millət üçün əslində bundan ibarətdir. Sağ olun dostlar, inşallah tək bir zəfər deyil, çox sayda zəfərlər qismət olsun və hamısını qeyd etmək alnımıza yazılsın. Gələn görüşlərə qədər hələlik.